Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Allahın 6 vədi. 1. Şükür etməyin qarşılığı. Əgər şükür etsəniz, sizə nemətimi mütləq artıraram. İbrahim surəsi 7-ci ayə. İnsan əlində olanlara şükür etdikdə, Allah həmin nemətlərin həm miqdarını, həm də mənəvi bərəkətini artırar. 2. Zikr etməyin qarşılığı. Siz məni xatırlayın ki, mən də sizi xatırlayım. Bəqərə surəsi 152. Bəndə Allaha dua, ibadət və zikirlə yaxınlaşdıqda, Allah çətin anlarında və rəhməti ilə həmin bəndəni xüsusi olaraq himayə edir. 3. Dua etməyin qarşılığı. Mənə dua edin, mən də sizin dualarınıza cavab verim. Qafir surəsi 60. Allah bəndələrindən istəməyi sevir və hər bir səmimi müraciətin qarşılığını mütləq həmin an, həmin zamanda verir. 4. Tövbə və istiğfar qarşılığı. Onlar bağışlanma diləyərkən Allah onlara əzab verən deyildir. Ənfal surəsi 33-cü ayə. Səmimi qəlbdən edilən tövbə və bağışlanma diləyi, istiğfar həm dünyada, həm də axirətdə gələcək bəladan qoruyan bir qalxandır. 5. Allahın dininə yardımın qarşılığı. Ey iman gətirənlər, əgər siz Allahın dininə kömək etsəniz, o da sizə kömək edər. Muhammed surəsi 7-ci ayə. Bu ayədə Allaha kömək nə deməkdir? Şübhəsiz ki, Allahın köməyə ehtiyacı yoxdur. Burada söhbət Allahın buyurduğu haqq yolu, ədaləti və onun dininin dəyərlərini yaşamağı və yaymaqdan gedir. 6. Təqvalı olmağın qarşılığı. Kim Allahdan qorxarsa, təqvalı olarsa, Allah ona çıxış yolu göstərər və onu gözləmədiyi yerdən ruziləndirər. Talaq surəsi 2-3-cü ayə. Təqva insanın Allahı daim nəzərdə tutaraq günahlar